Mən əslində istəyərdim ki, izləyicilər də ümumiyyətlə bu boşluqlar olur da, yəni psixoloji boşluqlar mən deyirəm də buna. Boşluqlar olur, bizdə şərhlərdə onları qeyd eləsinlər. Hansı psixoloji boşluqlarla qarşılaşırlar ki, bizim növbəti dəfə materialımız olsun, yəni danışmağa, sual verməyə. İradə xanım, bax bu dedikləriniz həqiqətən bax bir 80% insanların həyatında mən kim kimlə danışır, sevib görürəm ki, bəli, həqiqətən həyatlarında var. Həyatlarında var. Məndə biraz fərqlilik bunda nədən ibarətdir? Ki, nəyə görə? Siz bu şeyləri mən zataboşda mən sizlə digər bura gələn insanlar hərəsi bir şeyi mənə başa sala mən o şeyləri keçib getmişəm. Amma indi hal-hazırda mən heç nə də deyim ki, mən belə həm maliyyə tərəfdə, həm digər tərəflərdə məndə bir problem yoxdur onda. Maşallah. Münasibətdə bir problem yoxdur. Yadınızdadsa məndə var idi qohumlarla, digər insanlara qarşı müəyyən bir pretenziyalar vardı. Məqamlar vardı ki, mən özümü onlardan sıxırdı məni. Onlar da məndə gedibdi. Maşallah. Bir situasiya, sadəcə olaraq bu məndə bilirsiniz necədir? Müəyyən bir anda bir gördüm nəsə bir bu boşluq məndə bilmirəm nədən gəlir. Və onu tapa bilmirəm. Mən ona görə deyim. Bax, çox adam var, Rədə xanım, bəlkə də bu məsələni bilməsəydi də, yəni sizin köməyiniz olmasaydı, mən bəlkə də panik atakla qutarardım. Amma mən bu şeyi başa düşürəm deyə, bu girmirəm o situasiyanın dərinliyinə girmirəm və belə deyim də boş verirəm onu. Amma müəyyən bir moment görürsən gedir bir də qayıdır. Sanki elə bir ki hiss eləyirsən ki, bu sənin bədənlə bağlı deyil, həyatınla bağlı deyil. Sənin elə bir ki ruhunu eləyir. Ancaq mən ona görə deyirəm, bu sırf ruhu toxunan bir şeydir. Ruhu toxunan məqamları biz ayrı praktikalar eləyirik. Mən sizin vəziyyətdə olan insanlara orada mütəxəssislər var. Mən sizi o mütəxəssisə yönəldəcəm, o onu çıxardacaq. Elə. Elə. Siz onun yəni ki, o ruhən özünüzdə gələ biləcəksiniz. Amma o belə mütəxəssislər onu biraz tez niyəsini tapırlar. Və mən onu sizə sonra başa salacağam.